Hər kəsə salam. Bugünkü dərsimiz artikel dərsidir. Gəlin görək artikel nədir və necə işlənir. Artikel köməkçi nitq hissəsidir və isimlərin qarşısında işlənir və yaxud da ki, sifət sonra ismin qarşısında işlənir. Artikellər iki yerə bölünür. Müəyyənlik artikelları Z və qeyri-müəyyənlik artikeli E və N. Birinci deyək E və N nədir? E həm də N, A və A-nı yazılır. Tələffüzü isə E və N. Bir deməkdir. Yəni mənası birdir. Məsələn, I have a book. Mənim bir kitabım var. I have a son. Mənim bir oğlum var. Və təkdə və sayıla bilən isimlərin qarşısında işlədilir. Yəni E bir deməkdirsə, deməli təkdə olan isimlərin qarşısında işlədilir. Biz 5 kitaba a 5 books deyə bilmərik. Çünki E özü bir deməkdir. 1-5 kitab demək olmaz axı. Ona görə təkdə olan və sayıla bilən isimlərin qarşısında işlədilir. E samit səslə başlayan ismin, yaxud da ki sifət plus ismin, N isə sait səslə başlayan ismin və yaxud da ki sifət ismin qarşısında işlədilir. Bu nə deməkdir? Mən niyə samit sait hərf yox, samit sait səs yazmışam, onu izah edəcəm. Misallara baxaq. She is a teacher. Teacher isim, müəllim, T hərfi ilə, T səsi ilə başladığı üçün qarşısında E artikeli işləyir. Çünki samit səslə başlayır. İkinci, it is an apple. O bir almadır. Apple sözü A hərfindən yazılır. Səs olaraq apple, ədi və sait səs olduğu üçün qarşısında N artikeli yazılır. Ləman is a girl. Ləman bir qızdır. Girl sözü qız, G hərfindən başladığı üçün qarşısına E artikeli işlədilir. Sonuncu misala baxıram. This is an interesting book. Bu maraqlı bir kitabdır. Interesting sözü maraqlı, I səsi ilə başladığı üçün qarşısında N artikeli işlədilir. Deməli, dərsi yekunlaşdıraq. Əgər sözümüz, yəni ismimiz və yaxud da ki sifət plus ismimiz, birinci sözə baxırıq. Əgər sait səslə başlayıbsa N artikeli, samit səslə başlayıbsa E artikeli işlədəcəyik. Misal gətirirəm özümdən E-yə aid. Məsələn, a book, kitab, a notebook, dəftər, a boy, oğlan, a girl, qız, a mazə, ana, a fazə, ata, a backpack, çanta və s. Gördüyümüz kimi bu dediyim sözlərin hamısı samit səslə başladığı üçün biz burada E artikeli işlədirik. İndi N artikelina misal gətirirəm, hansı ki özündən sonra saitlə başlayan, sait səslə başlayan bir söz işlədəcəyəm. Məsələn, an apple, alma, an English language, ingilis dili, an interesting book, maraqlı bir kitab. Interesting sözü maraqlı, book sözü kitab, amma biz birinci sözə baxırıq. Interesting. Interesting I hərfi ilə başladığı üçün, I səsi ilə başladığı üçün N artikeli işlədilir. An elephant, fil. Bu şəkildə. İndi bəzi istisna hallara baxaq. Bu istisna hallar nədir? Gördüyünüz kimi mən qeyd eləmədim ki, E-dən N-dən sonra samit sait hərf gəlsin. Mən qeyd elədim ki, samit və sait səs gəlsin. Bəzi sözlər var ingilis dilində. Yazılış olaraq sait hərflə yazılır, amma tələffüz olaraq samit səslə səslənir. Həmən sözlərin qarşısında biz E artikeli işlədəcəyik. Çünki artikel dərsində biz öyrəndik ki, səsə baxırıq, hərfə yox. İndi gəlin onlara baxaq. İstisna hallara baxaq. Məsələn, uniform, uniforma sözü. U hərfi ilə başlayır. Fikirləşirik ki, burada an uniform olsun. Amma burada an uniform olmur. Ona görə ki, uniform sözünün tələffüzü uniform deyil, uniformdur. University, universitet. Gördüyünüz kimi U hərfi ilə yazılır, amma U ilə deyildiyi üçün an yox, E artikeli işlədilir. Unit, union, Europe. Aha, axırıncı sözə baxıram. Biz A o sözünü keçmişik saat. Məsələn, 1 saat əvvəl, 3 saat sonra və s. A və sözü H-dan yazılır. Fikirləşirik ki, E artikeli işlənsin, amma tələffüz olaraq hour, saat. Ona görə bunun qarşısında N artikeli işlədilir. Yəqin ki, bura qədər hər şey aydındır. Sualınız olsa dərsdə verə bilərsiniz. İndi görək Z artikeli nədir? Z artikeli müəyyənlik artikelidir. Bu nə deməkdir? Deyirəm ki, otaqda bir qız var. Amma biz bilmirik də bu qız kimdir. Ona görə a girl, qız. Sonra deyirəm ki, qız gözəl və incədir. İkinci dəfə təkrar bir ismin işlədiriksə, artıq biz o ismi müəyyənləşdirmiş oluruq. Bu zaman ismin qarşısında E yox, Z artikeli işlədirik.
İzah edirəm. There is a book on the table. Stolun üstündə kitab vardır. Stolun üstündə min dənə kitab ola bilər. Biz bilmirik hansı kitabdan söhbət gedir. Ona görə e-book. Stolun üstündə bir kitab vardır. Təzədən o kitabdan söhbət edirəm ki, kitab Saranınkidir. Artıq kitabı müəyyənləşdirirəm ki, hansı kitabdan söz gedir. The book is Sarah's. İkinci misala baxıram. This is a telephone. Bu bir telefondur. Bilmirik hansı telefondan söhbət gedir. Ona görə a telephone. Dalından cümlə qururam. The telephone is smartphone. Telefon ağıllı telefondur. Telefonla müəyyən olunduğu çünki hansı telefondan söhbət gedir. Bu zaman the telephone is a smartphone. Telefon ağıllı bir telefondur. Yəni əldən işləyən, belə deyək. Üçüncü suala baxıram. Sarah has a new dress. Sara'nın yeni bir donu var. Sara'nın yeni donu var, amma Sara'nın çox yeni donu ola bilər. Ona görə a new dress. Sonra deyirəm ki, yeni don mavidir. Yəni söhbəti elədiyim don mavidir. Bu zaman a dress yox, the dress deyirik. The dress is blue. Don mavidir. Dərsi yekunlaşdırım. Deməli, artikellar 2 yerə bölündü. Qeyri-müəyyənlik artiklı en, müəyyənlik artiklı z. En bir deməkdir. Sait səslə başlayan zaman en, samit səslə başlayan zaman artiklı işlədilir. İstisna halları bilməliyik. Çünki sözlərin tələffüzünə uyğun biz qərar verəcəyik ki, artiklımı işlənsin, en artiklımı işlənsin. Z artiklı isə əgər bir isim haqqında ilk dəfə danışılırsa, artiklından, en artiklından istifadə edirik. Bir isim haqqında, bir söz haqqında ikinci dəfə təkrar danışırsa, bu zaman z artiklı işlədirik. Ümid varam ki, hər şey aydındır. Dərsimi dinlədiyiniz üçün təşəkkür edirəm. Bugünkü dərsimiz bu qədər. Hələlik.